Doktor, oğlumun xəyalları çox kiçik görünür və bəzən yuxarı qalxır. Mütləq uşaq cərrahına müraciət etməliyik. Bəli, mütləq uşaq şərəfinə müraciət etməlisiniz. Xəyalların kiçik olması yaşa bağlı olaraq normal ola bilər. Lakin yenə də uşaq şərəfi təqibində olmağı mütləqdir. Övladım 6 aylıqdır, qasıq nahiyəsində şişlik var. Bu qasıq yırtığıdır yoxsa xəyanın yuxarıda qalması ilə əlaqəlidir? Bu qasıq yırtığı da ola bilər, emməmiş xəya da və ya hər ikisi birdən ola bilər. Emməmiş xəyaların ən böyük problemi onların üzərinə yapışmış yırtıq hissəsi olur. Bunun ən yaxşı ayırma üsulu bir ultrasəs müayinəsi və bir uşaq şərəfi tərəfindən müayinə ilə ayırmaq olar. Xəya əməliyyatı ən gec neçə yaşa qədər edilməlidir? Gecikməyin və ya əməliyyatın hər hansısa bir riski varmı? Bu suala təkrar cavab veririk, çünki bu önəmli bir nüansdır. Əgər heç əllənmirsə, heç qasıq kanalında tapılmırsa 6 aylıqkən, əgər qasıq kanalındadırsa ən gec 1 yaşındaykən, əgər əməliyyat olmazsa və bunlar bu şəkildə gizlənib davam edərlərsə, bu xəyaların kiçilməsinə, sonsuzluğa və bədxəsəli törəmələrin sürətli inkişafına səbəb ola bilər. Qasıq yırtığı öz-özünə keçə bilər yoxsa mütləq əməliyyat olunmalıdır? Qasıq yırtığı heç bir zaman öz-özünə keçməz və mütləq şəkildə əməliyyat edilməlidir.